Birləşmiş Ştatlarda insanlar gündəlik iş saatlarının təxminən 3-4 saatını, illik olaraq 3-4 ayını, ümumi iş həyatlarının 13 ilini və ümumilikdə həyatlarının 20 ilini sadəcə vergi ödəməyə sərf edirlər. Bu isə böyük bir zaman itkisi deməkdir. Təsəvvür edin, bu qədər vaxtı vergi ödəməyə sərf etməsəydiniz, həyatınızda nələri dəyişə bilərdiniz? Bəziləri deyəcək ki, bəs işləməsəydim necə yaşayardım? Əlbəttə, işləmədən və qazanmadan yaşamaq mümkün deyil. Ancaq gəlin bu suala biraz fərqli yanaşaq. Həyatımı vergilərə qurban vermədən necə işləyə və qazanc əldə edə bilərəm? Əsas sual budur. Bu videoda həmin suallardan birinə cavab verməyə çalışacağam. Arxamda gördüyünüz bu evi bir həftə öncə 1 milyon 175 min dollara almışıq. Evi tamamilə söküb yerində sahəsi 3 dəfə böyük olan bir ev tikəcəyik və onu təxminən 3 milyon dollara satışa çıxaracağıq. Bu evin ilkin ödənişinin 200 min dolları investorun təqaüd hesabından gəlib. Yatırımcı bu pul qarşısında növbəti 20 ayda 60 min dollar qazanc əldə edəcək. Maraqlısı odur ki, bu 60 min dollara görə heç bir gəlir vergisi ödənməyəcək. Əgər investor ilkin 200 min dolları və qazandığı 60 mini yenidən bizim layihələrə sərmayə etsə, əlavə olaraq 78 min dollar vergisiz gəlir əldə edəcək. Təsəvvür edək ki, investor növbəti 10 il ərzində bu vəsaitləri bizim layihələrə yatırır. Təxminən hər layihə 20 ay çəkərsə, bu pullar 6 dəfə dövr etmiş olar. 10 ilin sonunda investorun 200 min dolları 965 min dollara çevriləcək və bu gəlirlərə heç 1 dollar da vergi tətbiq olunmayacaq. Necə? Videonu bəyənin, şərh bölməsində şərhlərinizi yazın və dostlarınızla paylaşın. Gerisini isə izah etməyə çalışacağam. İnsanların ən çox gileyləndiyi, eyni zamanda da müzakirədən çəkindiyi mövzulardan biri də vergilərdir. ABŞ-da vergi məcəlləsi təxminən 10 min səhifəlik bir kitabdır. Ancaq bu mövzunu başa düşmək üçün yazılmış 70 min səhifəlik izah kitabları mövcuddur. Bu faktın özü vergilərin nə dərəcədə ciddi və mürəkkəb mövzu olduğunu göstərir. Ən maraqlı tərəfi isə vergi məcəlləsinin yalnız 5%-i vergilərin necə ödənməsi haqqındadır. Bəs qalan 95%, qalanı isə vergilərin necə ödənilməməsi, daha doğrusu, doğru şəkildə necə azaldılması, dövlətin maraqlarına xidmət edən investisiya strategiyaları və iqtisadiyyata dəstək yolları haqqındadır. Əmlak investisiyaları vasitəsilə vergi güzəştlərindən istifadə yollarından əvvəlki videolarda danışmışam. Bugün isə sizə təqaüd fondlarından istifadə edərək əmlaka sərmayə qoymaq və bu sərmayədən əldə olunan gəlirdən 1 dollar belə vergi ödəməmək yollarını izah edəcəm. Əksər insanlar iş həyatları boyu aylıq maaşlarından 401k təqaüd fondlarına məcburi yatırımlar edir. Bu vəsaitlər 401k hesablarında yığılır və siz bu pulları yalnız təqaüd yaşına çatdıqda əldə edə bilirsiniz. Bu hesablarda illik 5-8% qazanc əldə olunur. Bir çox insan üçün bu ən yaxşı yatırım növüdür və çoxları bundan yüksək gəlirin mümkün olmadığına inanır. Əslində isə bu fondlar dövlət yox, özəl şirkətlər tərəfindən idarə olunur və həmin bu şirkətlər bu pulları birjada istifadə edərək həm özləri qazanır, həm də sizə cüzi gəlirlər verirlər. Ancaq bu vəsaiti özünüz də idarə edə bilərsiniz və buna heç bir qadağa yoxdur. Bunun yollarından biri Self-Directed IRA hesabıdır. Bu hesabı həm işlədiyiniz dövrdə aça, həm də iş yerinizi dəyişdirdikdə köhnə 401k hesabını cüzi komissiya ilə Self-Directed IRA hesabına köçürə bilərsiniz. Adından da göründüyü kimi Self-Directed IRA hesabı şəxsi idarə olunan təqaüd fondudur və vəsaitlərin necə idarə olunmasına siz qərar verirsiniz. Əlbəttə, bu təqaüd fondu olduğu üçün federal dövlət müəyyən qaydalar tətbiq edir ki, bu vəsaiti düşünülməmiş şəkildə xərcləməyəsiniz. Amma bu qaydalar çərçivəsində yatırım edərək daha yüksək gəlir əldə edə bilərsiniz. Bu yatırımları əmlak bazarına, birja bazarına, kriptovalyutalara və ya yuxarıda çəkdiyim misaldakı kimi belə bir projelərə yatıra bilərsiniz. İşin ən gözəl tərəfi də odur ki, bu gəlirlərə görə heç bir gəlir vergisi tətbiq olunmur.
Bu fondla siz single family, multi-family, commercial və ya torpaq investisiyaları edə bilərsiniz. Lakin burada əsas şərt odur ki, sərmayələr şəxsi istifadə üçün yox, yalnız investisiya məqsədi ilə olsun. Yəni, bu pullarla özünüz yaşamaq üçün ev ala bilməzsiniz. Bunun alternativ yolları var. Maraqlananlar suallarını şərh bölməsində yazsın. Self-Directed IRA-ın üstünlükləri olduğu kimi bəzi məhdudiyyətləri də var. Məsələn, bu hesaba illik maksimum $7.000 yatırım edə bilərsiniz. Lakin köhnə 401k hesabında daha çox pulunuz varsa, onu Self-Directed hesabına limitsiz şəkildə köçürə bilərsiniz. Self-Directed IRA hesabları Traditional və Roth növlərinə bölünür ki, bu mövzuları şəxsi maliyyə məsləhətçiniz ilə müzakirə etməyi tövsiyə edirəm. Çünki bu prosesi düzgün aparmasaz, 39%-ə qədər vergi ilə üzləşə bilərsiniz. Bundan əlavə, Solo 401k adlı bir təqaüd fondu da mövcuddur. Bu, daha çox sahibkarlar və öz işini quran şəxslər üçün nəzərdə tutulub. Solo 401k ilə də yuxarıda sadaladığım investisiyalar mümkündür. Ən böyük üstünlük isə bu hesaba $69.000 yatırım edə bilməyinizdir ki, bu da hesabı vergisiz şəkildə daha sürətli böyütmək imkanı verir. Sonra 401k də iki növə ayrılır. Traditional və Roth. Traditional hesablara yatırılan pullar vergisi ödənilməmiş gəlirdir. Yəni, təqaüd dövründə istifadə edərkən vergini ödəyəcəksiniz. Roth isə vergisi əvvəlcədən ödənilmiş pullardır və bu hesabın içində qazanılan pullar gələcəkdə tamamilə vergidən azaddır. Bəs W2 ilə işləyən insanlar Solo 401k hesabı aça bilərlər? Əlbəttə, bunun üçün özünüzə şirkət qurmağınız kifayətdir ki, Solo 401k hesabı açıb, o hesaba pullar yatırasınız və bu pulları ağıllı yatırımlarla dəfələrlə böyüdəsiniz. Yatırımlarımız haqqında daha ətraflı məlumatları gələcək videolarda paylaşacağam. Növbəti videolarda görüşənədək çalışın, salamat qalın.